Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullahi ala adaihim ecmain minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli sadaqallahul aliyyul azim. Allah Teala bizi beğendiği bendelerden qərar versin ve bütün günlerimizi xeyirli, bərəkətli qərar versin. Allah Teala bu mübarək günü, gecəni müminlərə daha mübarək qərar versin, bərəkətli eləsin. Mən bütün müminləri, əhl-i beyt sevərləri Ağa İmam Rıza Aleyhisselamın bu mübarək mövludu münasibəti ilə təbrik edirik. Allah bizi Ağa İmam Rıza Aleyhisselamın həqiqi dostlarından qərar versin. Yolunun davamçılarından qərar versin və o yolda inşallah bizi sabit qədəm eləsin. İmam Rıza Aleyhisselamın həyatı mürəkkəb bir həyat olub, dövrü mürəkkəb bir dövr olub. Xüsusən yaşadığı xəlifə Məmunun zamanı Məmun çox hiləgər bir adam olub, müxtəlif vasitələrlə, müxtəlif cəhətlərdən imamla mübarizə aparıb, batini mübarizə zahirdən özün imam sevən kimi qərar verib, amma hər halda İmam Rıza Aleyhisselamın həyatından istəsək danışaq, orada çox incə nöqtələr var. O işlərin öhdəsindən ancaq bir Allahın höccəti gələ bilərdi ki, İmam Rıza Aleyhisselam gəldi. Bu gün mən istəyirəm İmam Rıza Aleyhisselamla 2 dənə hədis oxuyam ki, ağanın tərəfindən möminlər üçün bayramlıq olsun. Hədisin biri Həzrətin Quran barəsində dediyi elə bir kəlamdır. İkincisi isə ümumi insanların və ağıllıların barəsində dediyi kəlamdır. Həzrət Quranın barəsində buyurur ki, bir nəfər ravi deyir, Zəkərə Rıza Aleyhisselam yevmən Qur'anə fəəzzəməl hüccətə fihi vəl ayətəl mucizətə fi nəzmi. İmam Rıza Aleyhisselam bir gün deyir, Quranı yad elədi, yəni Qurandan danışdı və Quranın hücciyyətinin böyüklüyünü, əhəmiyyətini vurğuladı və o Quranın nəzmində olan möcüzələri və möcüzəvi ayələrdən danışdı. Ondan sonra ümumi Quranın sifəti barəsində və Quranın necə bir kitab olması barəsində dedi ki, biz onu elə oxumağımız, eşitməyimiz və çox yaxşıdır. Çünki Quran bizim içərimizdə olan ən müqəddəs və ən ali bir kitabdır və cəmiyyətimizdə Quran çox sadə tutulur və çox sadə yanaşılır. Quranın müqəddəsliyi tam şəkildə dəyərlənmir. Ona görə Həzrətin bu Quran barəsində dediyi sözlər mümkündür bizim üçün bəzi məsələləri zehnimizdə canlandırsın və biz Qurana daha artıq məhəbbətimiz olsun, daha artıq bağlantımız olsun. Və bilək ki, Qurandan üstün bir kitab, bir kəlam, bir elm və bir əxlaq proqramı, əməl proqramı və qanun proqramı yoxdur. Həzrət buyurur ki, huvə həblullahil mətin. Quran-ı Kərim Allahın möhkəm ipidir, qırılmaz bir dənə ipidir. Yəni, kim Quranla yapışsa, heç vaxt Allahdan uzaq düşməz. Quranın başqa ayələrində də ona işarə olunub və Allaha olan imanı həblül mətin kimi qərar verilib və mən istəmsəkə bil ürətil vüsqa lənfisamə laha. Deməli, fəqət istəmsəkə bil ürətil vüsqa kim Allaha iman gətirsə, möhkəm Allah ipindən yapışmış olar ki, lənfisamə laha, o ipin qırılmağı yoxdur. İmam Rıza Aleyhisselam da burada Quran-ı Kərimi deyir, həblullahil mətin, Allahın möhkəm
ipidir ki, o qırılmaz bir ipdir. Yəni iman həmin o ipdir, Quran həmin o ipdir və məsumlardan, imamlardan bir rivayət də varımızda. Həzrət həmin ayənin təfsirində buyurur ki, Nəhnu həblullahil vətin, biz Allahın möhkəm olan ipiyik. Sözün üçü də düzdür, yerindədir, ziddiyyəti yoxdur, əksinə bir-birini tamamlayırlar. Deməli, iman olmalıdır, Quran olmalıdır, Əhl-i Beyt olmalıdır ki, ta o urvətül vüsqa ki, lənfisamələha, o yerində olsun. Adam imanı ilə Quranı tanıyır, imanı ilə Quranın müəllimini tanıyır, Quranın müəllimindən Quranı öyrənir və o Qurana əməl edir. Ondan sonra dediyimiz həmin o Allahın möhkəm ipi ki, qırılmazdır, ondan yapışır və Allaha qovuşur. Və huvə həblullahil mətin və urvətuhul vusqa, qırılmaz bir ipdir, möhkəm bir ipdir və möhkəm bir vəsilədir. Urvətuhul vusqa Allahın möhkəm bir vəsiləsidir. Və təriqətuhul musla, gözəl bir nümunədir Quran. Əl-muəddi iləl cənnə. Nəticə neyinər Qurana insan əməl eləsə? Qurana insan əməl eləsə, axirət dünyasında nəticəsi behişt olar. Dünyada Quran oxuyan Həzrət Rəsulullah buyurur ki, ümmətin ən xeyirlisidir. Quranı öyrədən ümmətin ən xeyirlisidir. Quranla tanış olan Allah əxlaqı ilə əxlaqlanar. Quranla tanış olan valideynə hörmət eləyər. Çünki Quran-ı Kərimdə valideyn ehtiramının barəsində verilən məlumat heç bir din, başqa din və başqa dünya kitablarında yoxdur. Heç bir qanun, heç bir məktəb valideyn barəsində insana o qədər məlumat verməyib, valideyni o qədər əzizləməyib, möhkəm tutmayıb və valideyni o qədər dəyər verməyib. Quran-ı Kərim o qədər dəyər verib. Və istərsə müəllim olsun, istərsə qonşu olsun, istər cəmiyyətin hər hansı bir üzvü olursa olsun, məsələn, Quran-ı Kərimdir buyurub, İnnəməl müminunə ixfə, möminlər bacı qardaşdılar. Quran-ı Kərim deyib ki, İnnəmə xələqnakum min zəkərin və unsa, biz sizi bir kişidən, bir qadından yaratdıq. Yəni, yer üzünün insanları, hamız bir nəsildən, bir kökdən gəlmişsiniz. İnnə əkrəməkum indəllahi ətqakum. Quran-ı Kərim ən hörmətli insanların dəyərini verib ki, onu bağlayıb təqvaya. Yaxşı, bu əl-muəddi iləl cənnə. Dünyadakı mövzuları yerində, axirət mövzusu da budur ki, ən elə birinci mərhələdə insanı Quran-ı Kərim aparar, behiştə çıxardar. Sonra behiştin içərisində nə qədər dərəcələr var, o da onun ardıcan gələr. Vəl-munci minənnar, Quran-ı Kərim Həzrət buyurur ki, cəhənnəmdən sizə nicat verəcək. Yəni, cəhənnəmdən, axirətdə olan cəhənnəmdən, Allahın cəhənnəmindən insanı Qurandan başqa heç kim neyə bilməz, xilas eləyə bilməz. La yuxləq minəl əzminə. Zamanlar Quranı köhnədə bilməz. Zamanlar Quranı köhnəldə bilməz. Nə qədər zaman keçsə də Quran elə təzədir və la yəğussu ələl əlsinə. Quranın dillərdə təkrarlanması və daima oxunması və daima tərcümə olunması, deyilməsi, insanlara çatdırması heç vaxt Quranın dəyərini aşağı salmaz. Hər hansı bir sözü çox təkrar eləyəndə görsən istər-istəməz insanlarda ona qarşı ikrah əmələ gəlir, söz özü dəyərdən düşür. Amma yeganə kəlamdır ki, sözdür ki, Quran-ı Kərim, onun təkrarı həmişə insanlarda müsbət təsir qoyur və insanda bir əhval-ruhiyyə yaradır və insanı yormur. Lənnəhu ləm yücəlli zamanın dunə zamanın. Quranın bu cür olması, köhnəlməməsi, təkrarının onu dəyərdən sala bilməməsi buna görədir ki, Allah Teala Qurana bir xislət verib ki, xüsusi bir zamana aid deyil.
bütün zamanların hamısına aiddir. Bəl cu'ilə dəliləl burhan və hüccətən əla kulli insan. Qur'anı Allah Teala bütün burhanların dəlili qərar verib, bütün yolların açarı qərar veribdir və bütün insanlara hüccət və dəlil qərar veribdir. İnsanlar insafla Qur'anla yaxınlaşsalar Qur'ana, insafla Qur'anı oxusalar, insafla Qur'ana qulaq assalar, bir adam özün Qur'ana təslim eləsə, bir var mısan adamın zehni qarışıb, zehni zəhərlənib, fikri korlanıb, istəyir gəlib məsələn Qur'andan düşmənçilik eləsin, o həqiqəti başa düşsə də yenə Qur'anla neynəyəməyəcək? Dostluq eləməyəcək. Çünki bu adam gəlməyib Qur'anla dostluq eləməyə, gəlib Qur'anla. Amma bir adam özün Qur'anın qarşısında təslim eləsə, istəsə Qur'anı başa düşsün, istəsə Qur'an ona köməklik eləsin, o nə olacaq? İnsan üçün ən böyük dəlil olacaq, ən böyük hüccət olacaq. İnsanın həm dünyasını tənzimləməkdən, həm də axirətini tənzimləməkdə. İnsanın həm maddi dəyərlərində, həm mənəvi dəyərlərində. İnsanın danışığını düzəldər Qur'an-ı Kərim. İnsanın əxlaqını düzəldər Qur'an-ı Kərim. İnsanın rəftarını düzəldər Qur'an-ı Kərim. Qur'an-ı Kərim əskəri qorxmaz eləyər. Ondan sonra hüquqçunu hüquqa əməl eləyən qərar verər. İnsanları bir-birinə dəyər verməyin öyrədər insana. İnsanların bir-birinin haqqını əda eləməyi öyrədər insana. Qur'an-ı Kərim ədalətsiz bir adamı ədalətli eləyər. Zülümkar bir adamı zülmündən döndərər. Bütün pis olan əməllər, əxlaqlar hamısından Qur'an-ı Kərim insanı uzaqlaşdılar. Amma yeganə şərti budur ki, insan özün Qur'ana təslim eləsin, ona öyrənmək qəsdi ilə yaxınlaşsın. La yətihil batilu min beyni yədəyhi və la min xəlfi. Batil heç vaxt bunu öz tərəfindən, öz yanından gətirə bilməz. Tənzilun min həkimin həmid. Qur'an-ı Kərim çünki həmid olan və həkim olan bir varlığın tərəfindən nazil olubdur və heç kim də onun mislini gətirə bilməz. Həzrətin Qur'an-ı Kərim barəsində bu sözü və ümumi insanlar və insanların ağlı barəsində və insanların ağıllılarının barəsində Həzrətin bir dənə sözü var, bir dənə hədis var Həzrətdən. Ümumiyyətlə, ağlın əlaməti və ağıllı insanın əlamətin Həzrət gətirib 10 dənə işdə münhəsir eləyib, bağlayıb. Deyir, əgər bu dediklərimizin onu da hər hansı bir insanda olsa, onun ağlı kamildir və ağlı tamamdır. Heç biri olmasa, deməli, naqısul əqildir. Bəzisi olsa, bəzisi olmasa, nisbi cəhətdən ona ağıllı demək olar. Yəni, yarısı var, yarısı yoxdur. Bəs deyir, la yetummu əqlum ri'in muslimin hətta təkunə fihi əşrə xisalın. Bir dənə müsəlman insanın və ümumiyyətlə insanın ağlı tam yerində olmaz. Yəni ona tam ağıllı adam demək olmaz. Əgər bu 10 dənə xislət onda olmasa, tam əgər hər kimdə bu 10 dənə xislət, bu 10 dənə xasiyyət olsa, nə olacaq? Ona tam ağıllı adam demək olar. 1. Əl-xeyru minhu mə'mulun. Birinci sifəti budur ki, onun xeyrinə cəmaatın ümidi var. Cəmaat ondan xeyri gözləyir və ümid vardır ki, o nədir? Ondan mənə xeyir yetişəcək. Yaxşı, ümid vardır ondan mənə xeyir yetişəcək. Bəzi insanlar bəzən insanlardan elə məyus olurlar, məsələn bir nəfərdən. Ümumi cəmaat gəlir onunla danışanda, deyirlər onun gözəsi, çeşməsi quruyub. İnsanın çeşməsi olmaz ki, bəs çeşmə nədir? O çeşmə, o bulaq insanda xeyir çeşməsidir. Yəni insanlar ondan xeyir görmək istəyir. Maddi xeyirdən tək getmirə söhbət, ümumiyyətlə xeyir görmək istəyir. Görürsən, bəzən insan gəlir bir vəziyyətə, bir hala düşür, insan
Başqaları onun barəsində deyir ki, onun bulağı quruyub, onun çeşməsi quruyub. Özdə bir nəfər, iki nəfər demir. Ha, görsən, kənd, qəsəbə, şəhər, vilayət hamısı onu deyir. Yaxşı, amma imam buyurur ki, deyir ki, əl-xeyru minhu mə'mulun. Xeyr, cəmaatın onun xeyirli işlərinə ümidləri var. Mə'muldur, yəni axır daim bundan xeyrxahlıq gəlir. İkinci, və şərru minhu mə'munun. Ağıllı adam o adamdır ki, cəmaat onun şərrindən amandadılar. Heç ondan şərr işin baş verməyini də güdmürlər, gözləmirlər. Məsələn, arxayındılar buna ki, bundan şərr iş baş verməyəcək və həqiqətən də bundan şərr iş baş vermir. Yəni, belə çıxır ki, insanların ən ağıllısı odur ki, indiyə qədər heç kim ondan nədir? Ziyan çəkməyib. Heç kim onun ziyanı dəyməyibdir. Üçüncüsü, Həzrət buyurur ki, yəstəksiru qəliləl xeyri min qeyri. Yəstəksiru qəliləl xeyri min qeyri. Ağıllı adam, düşüncəli adam o adamdır ki, başqasından gələn az xeyri yəstəksir, bu çoxaldar. Çoxaldar. Məsələn, bəzən olur, görürsən, insan bir nəfərin barəsində o qədər razılıq eləyir, o qədər onun barəsində xoş sözlər deyir. Adam elə bilir ki, bunun bütün dünya düzəninin hamısını bu düzəldib. Bunu məsələn, 10 minlərlə borcdan qutarıb. Buna ölümdən nicat verib. Baxırsan, məsələn, soruşanda görürsən, heç nə, kiçik bir köməklik eləyib buna. Məsələn, yolda dayanmışdı, qalmışdı günortanın istisində ya yağışın altında. O adam gəlib bunu keçəndə, öz yolu ilə gedəndə bunu götürüb maşına, gətirib mənzil başına çıxardıb. Amma bu bir dənə sadə əməli ki, zahirən sadə görkən əməli o qədər böyük tutur, o qədər çox hesab eləyir. Yaxşı, adam elə bilir ki, bu adam buna dünyanı verib. Bu adamın nəyindəndir? Bu adamın ağlının çoxluğundandır. Bu adamın düşüncəsinin çoxluğundandır ki, bu kiçik xeyirləri çox böyük kimi göstərir insanlara. Bunun özünün müsbət çox cəhətləri var ki, bunu belə insan üçün bir dənə örnək olur, başqaları üçün də nə olur? Elə bir məktəb olur. Cavanlar başa düşür, ondan sonra uşaqlar öyrənir ki, məsələn, bəli, insanın bir nəfərin sənə verdiyi kiçik bir dənə xeyri insan qanunla bu qədər, ağıllı insan bu qədər böyütməlidir. Və nəticədə də sonra o insan düşünəndə, dərk eləyəndə bizdə qarşı olunan kiçik bir xeyri bu qədər böyütməliyiksə, gör Allahın bizə verdiyi bu qədər xeyri biz nə qədər böyütməliyik və özümüzü Allah qarşısında nə qədər borcu bilməliyik. Dördüncüsü, və yəstəqillu kəsirəl xeyri min nəfsi. Özünün də həmişə başqasına elədiyi xeyri az sayar. Özünün də başqasına elədiyi xeyri həmişə kiçik sayar. Ola bilər, məsələn, misal ünvanında 100 minlik ona məsələn xeyir verəndə hesab eləyər ki, 100 manatlıq ona xeyir vermişəm. Başqa bir hədisdə də var. Ağıllı insanın, özdə mömin insan demir, ha. Burada da hədisdə deyir, elə o hədisdə də deyir. Ağıllı insanın xasiyyəti budur ki, həmişə başqasına elədiyi yaxşılığı unudar və həmişə başqasının buna elədiyi pisliyi unudar və başqasının buna elədiyi yaxşılığı heç vaxt unutmaz. Başqasına nisbət 2, özünə nisbət 1 dənə. Yəni, başqasının buna elədiyi xeyri çox hesab eləyər, başqasının buna elədiyi pisliyi unudar, özünün də başqasına elədiyi yaxşılığı unudar. Ki, ona elədiyim yaxşılığı unudum, kiçik hesab eləyim ki, özümü onu borclu bilməyim. Onun mənə elədiyi pisliyi yadımdan çıxardım ki, onu özümə düşmən hesab eləməyim. Çünki o daim bizim zehnimizdə olacaq, bizi qurtdalayacaq, şeytan da vəsvəsə eləyəcək, xəstələndirəcək bizi, məhv eləyəcək. Onun mənə elədiyi pisliyi də neyim? Unudum, ta onu özümə düşmən bilməyim. Onun mənə elədiyi yaxşılıqları çox hesab eləyim, unutmayım, daim özümü ona nədir? Borclu bilim.
və cəmiyyət bundan düzəlir. İnsanların cəmiyyətinin düzəlməsi, insanların özünün cəmiyyətdə olan şəxslərdən böyük hesab eləməyi, yaxşı hesab eləməyi, üstün hesab eləməyi ilə düzəlmir. Çünki sən ona təkəbbür eləyəcəksən, o da sənə mütəqabilən təkəbbür eləyəcək. Sən nə qədər süni şəkildə özü ondan böyük biləcəksənsə, sən onu böyük bil. Amma cəmiyyət başa düşür, şuurludur, ağıllıdır. Biri sən birinə deyəndə sağ ol, o da sənə deyir ki, çox sağ ol. Bir dəfə də deyirsən, sən çox sağ ol, o deyir, çox sağ ol, Allah səndən razı olsun. Cəmaət bu düşüncədədir. Ona görə sən özü cəmaata borclu bilsin və cəmaata borclu adam kimi rəftar eləyəndə bunun müqabilində cəmaat da səndən o cürə rəftar eləyəcək və cəmiyyət nəticədə bununla düzəlir. Cəmiyyət zorla düzəlmir, cəmiyyət yumruqla düzəlmir, cəmiyyət qorxu ilə düzəlmir. Cəmiyyət məhəbbətlə düzəlir, sədaqətlə düzəlir, səmimiyyətlə düzəlir, mehribançılıqla düzəlir. İnsanın cəmiyyəti insanın qarşısında ilahi bir qanunlar çərçivəsində baş əyməsinin nəticəsində düzəlir. Cəmiyyət onunla çiçəklənir, onunla gözəlləşir. Allah, mən səndən yaxşıyam, o məndən pisdir. Bununla cəmiyyət əksinə geri gedir. La yəsəmu min tələbil həvaiz iley. Allahın bəndələri onun yanına ehtiyac üzündən gələndə heç vaxt bu yorulmur. İnsanların ona müraciəti, istər maddi baxımdan, istər mənəvi baxımından Xanım Zəhra salamullah əleyhaya gəlirdilər, məsələ öyrənirdilər. Hər dəfə də deyirlər ki, biz sənə zəhmət veririk, əziyyət veririk. O da cavabında buyururdu ki, xanım, hər bir soruşulan sözün hər kəlməsinə görə əgər insan o soruşduğu adam üçün o kəlmənin müqabilində 5-də bir dənə qəsr tikdirirsə, ondan adam yorulmaz heç vaxt. Adam istəyər onu neynəsin, biraz da çox olsun. İnsanlar gəlir, məsələn, ehtiyacun nasilik, rəhmətullah əleyk hədisdə vardır. Cəmaatın sənə uzanan ehtiyac əli, əslində o Allahın sənə uzanan rəhmət əlidir. O əl behiştin açarıdır, qapısını açır üzvə. O əl cəhənnəmin qıfılıdır, qapısını bağlayır üzvə. Ona görə insanların sənə ehtiyac üzündən müraciəti heç vaxt sizi neynəməsin, yormasın. Və Həzrət də buyurur, ağıllı adamlar, o adamlar ki, insanların ona ehtiyac üzündən müraciət eləməsi onu yormur. Və la yəməllu min tələbil elmi tulə dəhri. Ağıllı adam odur ki, ömrü boyu, ömrün axırına qədər öyrənməkdən, elm oxumaqdan, axtarmaqdan, elm tələb eləməkdən, öyrənməkdən yorulmur əslən, ömrünün axırına qədər. Əl-fəqru fillahi əhəbbu leyhi minəl-ğina. Allah yolunda fəqirlik onun üçün çox-çox sevimlidir. Qinadan, qənilikdən, ehtiyatsızlıqdan, var dövlətdən. Yəni, əgər bir nəfər Allaha görə fəqirlik çəkirsə, Allaha görə əziyyət çəkirsə, Allaha görə ruzusu azdırsa, özün bağlayıb ancaq halal yeməyə, istəsə çoxaltsın, haram qatmalıdır. Amma bu istəmir haram qatmağı. Ona görə də halal yeyir, Allaha xatir, Allah qanunlarına əməl eləyir. Ya elə halaldan çoxudur, Allahın bəndələrinə infaq eləyir, özü fəqir halda yaşayır. Ağıllı adam üçün bu çox nədir? Çox-çox üstündür, var dövlətdə olub, Allah yolunda olmamaqdan. Ağıllı adam, məsələn, insanların hamısı dadlı yemək yeməkdən zövq alırlar. İnsanlar üçün ən yaxşı yemək yedikləri yeməklərdir. Amma bəzən insanlar bir hala gəlirlər, onlar üçün ən dadlı yemək yedizdirdikləri yeməklərdir. Nəinki yedikləri yemək. Onlar Allahın bəndələrinə xidmət eləməkdə gördükləri ləzzət heç bir yeməyin, heç bir növündə yoxdur. Yaxşı, Həzrət buyurur ki, ağıllı adam budur. Vəzzullu fillahi əhəbbu ileyhi minəl izzi fi əduvvi. Allah yolunda deməli, əziyyət çəkmək, Allah yolunda
çətinlikdə olmaq, əyilmək ki, onun üçün çox-çox sevimlidir. Düşmən yanında izzətli görünməkdən. Əlbəttə, insanın düşmən yanında izzəti yoxdur. Zahiri izzətdir. Adama deyil, sağ ol, yuxarı başda otur. Amma düşmən səni aşağıda oturtdu, yuxarıda oturtdu. Düşmən sana başına qızıldan tac qoydu, nə bilim, süfrüvən nə döydü, düşməndir. Adı bir şeyin düşməndir. O zahiri izzətdən gedir söhbət. Adam elə bilir ki, bunun nə izzəti var burada. Və o birisi Allah yolunda da zəlillik, ondan sonra çətinlik, o da əslində zahiri çətinlikdir. Yoxsa nədir? İzzət Allah yanında nə var vəziyyətdə olsa insan, heç vaxtın olmaz, orada zillət olmaz. Vəl-xumulu əşha ileyhi minəş-şöhrə. Həzrət buyurur ki, ağıllı adam odur ki, xumul yəni tanınmamazlıq, adsızlıq, adsız yaşamaq. Çıxır küçəyə, heç kim tanımır onu. Gedir şəhərə, heç kim tanımır. Gəlir məclisə bir nəfər, iki nəfər tanıyır. Adam var görsən, adam içinə çıxanda oradan salam verir, buradan kəlam verir, bu gəlir şəkil çəkdirir, o gedir, nə bilim, filan gedir. Mən səni filan yerdə görmüşdüm filan. Bəzi adama o ləzzət edir, xoşuna gəlir. Amma İmam Sadiq əleyhissalam deyir, o ağılın əlamətidir. Ağılın əlaməti budur ki, insan üçün indi bir adam bir təbii yolla tanınıb, ondan işimiz yoxdur. Amma insanın nəzərində tanınmamazlıq əgər ulduz olmaqdan üstündürsə, Həzrət buyurur ki, o ağıllı adamdır. Yaxşı, sümmə qalə. Ondan sonra İmam buyurdu ki, əl-aşirə və məl-aşirə. Aşirə, onuncusu bilirsiniz nədir? Bilmirsiniz onuncusu nədir? Bəs deyim onuncusu nədir? Qilə ləhu mahiyyə. Dedilər ki, yəbnə Rasulullah, o onuncusu nədir? Onu deyir ki, da bu ağılın əlamətlərinin axırıncısıdır, bu doğrudan da elə tamamlayanıdır. Həzrət buyurdu ki, la yərə əhədən illa qaləhu və xeyrun minni və ətqa. Kimi görsə, bu adam onun barəsində deyər ki, bu məndən xeyirlidir, bu məndən təqvalıdır. Bizim sadə Azərbaycan dilində desək, bu məndən yaxşı adamdır. Kimə çatsa deyə, bu məndən yaxşı adamdır. O insanı həqiqətən yaxşı eləyir, o insanı seyyid eləyir, o insanı ağa eləyir, o insanların qəlbinin fatihi eləyir. Amma sən nə qədər dedirsən, mən səndən yaxşı adamım, onsuz da səndən onu qəbul eləməyəcəklər və elə deyəcəklər, elə körpə uşağa dedirsən, qayıdıb sənə deyəcək ki, yaxşı adam heç vaxt özünü tərifləməz. Elə sənin yaxşı adam olmamağın əlaməti buradadır ki, sən özünü tərifləyirsən. Yaxşı, Allah Teala bizi inşallah bu hədisin də gələnlərə, əməl eləyənlərdən qərar versin. Bu əxlaqı özümüzə tətbiq eləyib və ona əməl eləyənlərdən qərar versin. Allah Teala Ağa İmam Rıza əleyhissalamın bu mübarək mövludun tamam möminlərə, müsəlmanlara, tanıyanlara, tanımayanlara mübarəklər qərar versin. Allah bizi onların yolunda sabit qədəm eləsin. İnşallah onların sonuncusu Ağa İmam zamanın zuhurun təcil eləsin tezlikcən. Biz de o ağanı tabiib, ona kömək olub, onun qarşısında şəhid olanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.